Gelirik Hızlı'ya. Ramiz Enver için villasını sevmeye. Ramiz Mehdiyev'in villası Qızılqazma kəndinin düz girəcəyindədir. 2 mərtəbəli villa götürmüşdür. Göründə də köməkçi bir bina var. Hər tərəfdən dairəvi şəkildə 3 metrlik masal alındı. İçəridə hər hansısa bir hərəkətlik müşahidə olunmur. Biz indi ön tərəfdən girişdən içəri girməyə cəhd edəcəyik. Burada öyrəndik ki, bir sıra sabiq və indiki deputat və nazirlər Ramiz Mehdiyevin bağ qonşusudur və onların əksəriyyəti bu Ramizin adamı kimi tanınan şəxslərdir. Şahidlərin söylədiyinə görə Mehdiyev Xızıdakı bağına adətən helikopterlə gəlirmiş. Bu ilk baxışda inandırıcı gəlmədi. Amma bağ evinə siz də diqqət edin. Gördüyünüz kimi kifayət qədər təmtəraqdan uzaq, sadə bir villa təəssüratı bağışlayır. Hətta adicə ağac, kol, çiçək belə əkilməyib. Əslində isə bu təvəzzükarlıqdan irəli gələn amil deyil. Məhz həyətə helikopterin enməsindən yana edilib. Çünki helikopterin pərlərindən vuran külək ağac və kolları qırır. Buna görə də ətrafda artıq heç nə qoyulmur. Axşam saatlarında bu bağ qonşuları Mehdiyevin başına toplaşırmış və məclislər məhz gecənin bir yarısına qədər davam edirmiş. Villaya gedən yol, hasarlar, o cümlədən də bağın içi və çölündəki baxımsız görünüş bunu deməyə əsas verir ki, Mehdiyev çoxdandır ki, bu tərəflərə gəlmir. Hündürlüyü təxminən 5 metr olan Polad qapını isə nə qədər döysək də səsimizə çıxan olmadı.